bürcü 12 iyul 2026-cı il. İşgüzar mübahisənizin necə inkişaf etdiyinə diqqət yetirin. Bugün həqiqətən sizə rəğbət bəsləyən, lazım gəlirsə dəstək verməyə hazır olan insanlarla sadəcə belə görünməyə çalışanları ayırd edə biləcəksiniz. Bəzi qoçlar artıq uzun müddət gözləntilərini doğrultmayan əməkdaşlığı davam etdirib etdirməmək barədə düşünəcəklər. Ola bilsin ki, çətin qərarlar qəbul etməli olasınız, amma bu haqlı olduğunuza bir an belə şübhə etməyəcəksiniz. Ailə tədbirləri. Əgər onların təşkilinə ciddi yanaşsanız, uğurla keçəcək. Evdə bayram keçirmək üçün səbəb yaranarsa, yalnız həqiqətən görmək istədiyiniz imkanlara, insanları dəvət edin. Başqaları ilə həddindən artıq sıx ünsiyyət emosional vəziyyətinizə mənfi təsir göstərə bilər. Buğa bürcü 12 iyul 2026-cı il. Bugün yerində saymağı sevməyən və yeni nəsə öyrənmək üçün hər fürsətə sevinən buğaların xoşuna gələcək. Hər şeydə sabitliyə və proqnozlaşdırıla bilənliyə üstünlük verən buğaları isə bir neçə xoşagəlməz məqam gözləyir. Amma planları istənilən anda dəyişməyə, bəzi işləri təxirə salmağa və dərhal başqasına keçməyə hazır olan bürc nümayəndələri, məhz çeviklikləri və uyğunlaşmaq bacarıqları sayəsində uğur qazanacaqlar. Bu işgüzar ünsiyyət üçün də asan gün deyil. Adətən güvəndiyiniz insanlar sizə tənqidi yanaşacaq. Yeni təşəbbüslərinizi dəstəkləmək əvəzinə köhnə səhvlərinizi bir daha xatırlatmağı üstün tutacaqlar. Bununla belə bugün başlayacağınız maraqlı işlərin öhdəsindən onların köməyi olmadan da əla gələcəksiniz. Əkizlər bürcü 12 iyul 2026-cı il. Bugün sürprizsiz keçməyəcək və onların yalnız bir hissəsi sizin üçün xoş olacaq. Amma ruhdan düşməyə dəyməz. Qarşıya çıxan bütün problemlər müvəqqəti xarakter daşıyır və siz mütləq onların həll yolunu tapacaqsınız. Özü də çox tez. Bir çox əkizlər üçün hadisələrin əsl səbəblərini tapmaq, səthi cavablarla kifayətlənməmək bacarığı faydalı olacaq. Düzdür, bu həmkarlarınız və ya rəhbərliklə münasibətlərdə müəyyən çətinliklər yarada bilər. Hər kəs suallarınıza səmimi cavab verməyə, paylaşdığınız məlumatı obyektiv qiymətləndirməyə hazır olmayacaq. Kimsənin sizi manipulyasiya etməsinə və tələyə salmağa çalışmasını başa düşsəniz belə, emosiyalarınıza qapılmayın. Belə insanlarla mübarizədə ən güclü silahınız məhz soyuqqanlığınız olacaq. Xərçəng bürcü 12 iyul 2026-cı il. Bir çox xərçəng üçün günün birinci yarısı əsl dözümlü sınaq olacaq. Ətrafınızdakı insanlarla ortaq dil tapmaq düşündüyünüzdən daha çətin olacaq. Əvvəllər sizə dəfələrlə kömək etmiş insanlar qarşılıq olaraq sizdən dəstək istəyəcəklər. Amma bunu etmək heç də asan olmayacaq. İşdə ciddi fikir ayrılıqları və pul üstünə mübahisələr istisna edilmir. Günün ikinci yarısında müsbət nizamların təsiri güclənəcək. Ola bilsin ki, çoxdan yaranmış problemlərdən birini həll etməyin və xeyli zəhmət sərf etdiyiniz işi başa çatdırmağın yolunu tapacaqsınız. Bu vaxt sevdiyiniz insanla səmimi söhbət üçün əlverişlidir. Dostlarla görüş də uğurlu keçəcək. Xüsusilə onların gözlənilməz və orijinal təkliflərini geri çevirməsəniz. Şir bürcü 12 iyul 2026-cı il. Sizi çox iş gözləyir və uğur qazanmaq üçün heç kimdən kömək gözləməməyinizdən daha yaxşı olacaq. Nə planlaşdırırsınızsa planlaşdırın, ilk addımları tək atmağa hazır olun. Kimsə isə kömək təklif edib, təəssüf ki, həmin insan böyük ehtimalla sözünü tuta bilməyəcək. Buna görə onu günahlandırmağa dəyməz. Çünki səbəb pis niyyət deyil, əlverişsiz şərait olacaq. İşgüzar sahədə dəyişikliklər mümkündür. Bəzi şirlər köhnə müttəfiqləri ortaq dil tapmağa çətinlik çəkəcək. Əvəzində yeni tərəfdaşlarla əla anlaşacaqlar. Qarşınızda yeni peşəkar üfüqlər açacaq. Əməkdaşlığın başlanğıcı istisna edilmir. Ola bilsin ki, sizə yeni təklif gəlsin. Belə hallarda imtina etməyə tələsməyin. Təklif olunan şərtlər də çox cəlbedici ola bilər. Qız bürcü 12 iyul 2026-cı il. Səhər sizi sevindirəcək. Bu yeni işlərə, o cümlədən vacib və mürəkkəb layihələrə başlamaq üçün əla vaxtdır. Uğur qazanmaq üçün nə etmək lazım olduğunu tez anlayacaqsınız. Bir çox qızlara intuisiya yeni müttəfiqlər tapmağa və onların dəstəyini qazanmağa kömək edəcək. Günün ortası da pis keçməyəcək. Sadəcə daha sakit olacaq. Ola bilsin ki, bu vaxt təşkilatı məsələləri həll etməli, başqalarının işinə rəhbərlik etməli olasınız. Bunun öhdəsindən əla gələcəksiniz və bu diqqətdən kənarda qalmayacaq. Çox güman ki, yaxın zamanda sizə daha böyük məsuliyyət tələb edən yeni vəzifə təklif olunacaq. Axşam sevdiyi insanla birlikdə keçirmək qərarına gələnləri məyus etməyəcək. Xüsusi nəsə fikirləşməyə ehtiyac yoxdur. Sadəcə birlikdə vaxt keçirmək belə sizə böyük zövq verəcək. Tərəzi bürcü 12 iyul 2026-cı il. Planlarınıza yenidən baxmağın vaxtıdır. Ola bilsin ki, gücünüzü olduğundan artıq qiymətləndirməyinizi və artıq sizi maraqlandırmayan işlərə həddindən artıq enerji sərf etdiyinizi anlayacaqsınız. Özünüzə qarşı dürüst olun və bu səhv yolda olduğunuzu etiraf etməkdən çəkinməyin. Hər şeyi düzəltmək üçün hələ gec deyil. Bəzi tərəziləri çətin söhbətlər gözləyir. Özünüz haqqında xoş olmayan sözlər eşidə bilərsiniz. Lakin eyni zamanda vacib həqiqətləri öyrənmə imkanınız olacaq. Nəticədə irəliləməyinizə mane olan xəyallardan ayrılacaq və yaxın gələcəkdə çatmaq istədiyiniz məqsədləri daha dəqiq müəyyənləşdirəcəksiniz.
Əqrəb bürcü 12 iyul 2026-cı il məqsəd yönümlülüyünüz sayəsində bugün başqalarının yalnız arzuladığı nəticələrə nail ola bilərsiniz. Ulduzlar həyatın bir çox sahəsində uğur vəd edir, amma eyni anda hər işə girişməyin. Sizin üçün həqiqətən vacib olanı seçin. Fəaliyyət planı hazırlayın və irəliləyin. Əvvəllər verdiyiniz qərarların düzgünlüyünə şübhə etməyin. Köhnə səhvlərə görə özünüzü üzməyin. Bugün edə biləcəyiniz işlərə diqqət etirsəniz əla nəticələr əldə edəcəksiniz və heç kim keçmiş yanlışlıqları xatırlatmayacaq. Müsbət tendensiyaların təsiri xüsusilə maliyyə sahəsində hiss olunacaq. Pul daxil olmaları gözlədiyinizdən də çox ola bilər. Bəzi əqrəblər gəlirlərinin yaxın zamanda artacağını vəd edən təkliflər alacaqlar. Ox atan bürcü 12 iyul 2026-cı il. Əgər səhərdən etibarən fəaliyyət planı hazırlayıb onu xırdalıqlara qədər əməl etməyə çalışsanız, bir çox işiniz əla alınacaq. Başladığınız işi sona çatdırmaq üçün israr da lazım olacaq. Məhz bu məqamda bəzi ox atanlar çətinliklərlə üzləşə bilərlər. Əhval-ruhiyyə tez-tez dəyişəcək. Lazım olan nəticəyə çatmaq üçün səbir çatmayacaq və tanışlardan biri yersiz məsləhəti ilə sizi çaşdıracaq. Özünüzdən qeyri-müəyyən şeylər tələb etməyin. Əgər hansısa iş ilk cəhdə alınmasa, buna görə çox narahat olmayın. Yenidən cəhd etmə imkanınız olacaq, amma uğura inamınızı qorumaq çox vacibdir. Şərait necə olursa olsun onu itirməyin. Oğlaq bürcü 12 iyul 2026-cı il. Bugün həm özünüz, həm də ətrafınızdakılar üçün çox faydalı işlər görəcəksiniz. Gün olduqca gərgin keçəcək və tez-tez bir neçə məsələni eyni anda həll etməli olacaqsınız. Adətən siz hərəkət etməyə ardıcıl şəkildə üstün tutursunuz. Amma bugün fərqli davranacaq işlərdə yaranan müəyyən qarışıqlıq nə sizi çaşdıracaq, nə də yolunuzdan döndərəcək. Günün ikinci yarısı birincidən bir qədər gərgin keçə və xoşagəlməz sürprizlər gətirə bilər. Bununla belə, hətta qeyri-müəyyən vəziyyətlərdə də sakitliyinizi qoruyacaq və baş verənləri tez anlayacaq düzgün qərarlar qəbul edəcəksiniz. Dolça bürcü 12 iyul 2026-cı il. Ünsiyyət üçün çox əlverişli gündür. Ətrafınızdakı insanların əsl niyyətlərini asanlıqla anlayacaq və sizə həqiqətən dəstək verməyə hazır olanları müəyyən edəcəksiniz. Vacib söhbətlər istisna deyil. Onlar çox xoş keçməyə bilər. Amma bütün məsələlərə aydınlıq gətirildikdən sonra özünüzü xeyli inamlı hiss edəcəksiniz. Bəzi dolçalar bugün həmçəkindən daha qətiyyətli davranacaq və həqiqətən sərt mövqe tutmayacaqlar. İnsanları barışdırmasına, gərgin münasibətləri düzəltməsinə və çətin vəziyyətə düşənlərə kömək etməsinə mane olmayacaq. Üç nümayəndələri həm özləri, həm də başqaları üçün çox faydalı işlər görəcəklər və bu diqqətdən kənarda qalmayacaq. Balıqlar bürcü 12 iyul 2026-cı il. Ulduzlar vəd edir. Hər şey alınacaq. Bugün yeni başlanğıclar və cəsarətli təcrübələr üçün əlverişlidir. Bir çox balıq liderlik keyfiyyətlərini nümayiş etdirəcək və bununla ətrafdakıları xeyli təəccübləndirəcək. Sizin bölüşəcəyiniz ideyalar heç kəsi laqeyd qoymayacaq. Planlarınızı həyata keçirməyə kömək etmək istəyən çoxlu insanlar tapılacaq. İntuisiyası həqiqətən kimə güvənə biləcəyinizi anlamağa kömək edəcək. İşlə bağlı xoş xəbərlər istisna edilmir. Əgər səbirsizliklə hansısa qərarı gözləyirdinizsə, bugün onun artıq qəbul edildiyini və sizin xeyriniz olduğunu öyrənəcəksiniz. Maliyyə daxil olmaları da mümkündür. Məsələn, kompensasiya, vergi geri ödənişi və ya əvvəllər gördüyünüz işə görə mükafat şəklində.